Bir ailədə faciə baş verir. Ata öz qaynanasını, sevgilisini öldürür. Eyni zamanda dayı ilə əlbir olub öldürürlər. Uşaq bunların hamısının şahidi olur. Ana həbsdə olan dayının yanındakı digər bir məhbusla tanış olur və evlənmək qərarına gəlir. Evləndiyi adamın yanına bu az yaşlı qızı aparır və ona orada təcavüz olur bir neçə dəfə. Uşaqların həyatına toxunmaq missiyası, yaxud özünüz üçün bunu missiya adlandırmırsınız bəzən. Bunu yaradıcı insan olduğunuza görə bu cür sual verə bilərəm ki, uşaqların həyatına toxunmaq yaradıcılığı qərarı necə gəldi sizin beyninizə? Necə fikirləşdiniz bu haqda ki, mən bu uşaqlarda dəyişiklik eləməliyəm? Heç kim olmayan uşaqlarda, valideynin olmayan uşaqlarda. Mən o qədər bu barədə danışmışam da. Yaradıcılıq dediyiniz məqam rejissor işlədiyim dövrə daha çox bağlıdır. Amma ondan əvvəl də mənim təhsil sistemində işlədiyim bir dönəmim olub. Mən uşaqlarla işləmişəm. Məktəbdə musiqi müəllimi işləyirdim. Ən çox məktəblərdə əlifba bayramları, ümumiyyətlə bayramlarda o sinif bayram eləyirdi, bu sinif bayram eləyirdi. Bir müəllimin qoltuğuna veriləsi padarka ilə uşağı qəşəng geyindirirdilər, gül çiçək, altında da duxsuz adı gətirirdilər. Və o hədiyyələrdən mənə də verdim, mən imtina eləyirdim. Dedim ki, mən uşağınıza bunu ona görə öyrətmirəm ki, siz mənə bir hədiyyə verəsiniz. Amma içimdə həmişə narahat idim ki, standart nə qədər bu uşaqlar eyni işləri görməlidirlər də. Yəni, görmək istədiyimiz o, deyək ki, əlifba bayramında eyni janrla bunlar çıxmalıdır və istəmirdilər, ağlayırdılar, naradan birinci siniflər. 9 dənə birinci sinifim var idi. Və bir gün yığdım müəllimləri, dedim ki, gəlin, bu il biz biraz fərqli bayram eləyək. Necə? Dedim, 9 sinif birləşək, gözəl bir əlifba bayramı eləyək. Hərflərdən başladıq, amma çox gözəl səhnəciklər quraraq, bütün məktəbdə səs-küy salın bir əlifba bayramı elədik. Və mən orada bir dənə də ağlayan uşaq görmədim. Vaxtımız çox getdi. Amma əsas o idi ki, o uşaqlar bundan o qədər zövq almışdılar ki. Düzdür, biraz müəllimlər incidilər, çünki hədiyyələr o formatda verilməmişdi. Ümumiləşdirilmə baş verib orada. Mən deyərdim ki, yaradıcılıq bax oradan başlamışdı. Yəni siz belə deyək də, uşaqların xoş günlərində onların ağlamaq səsini eşitməmək üçün eşitmək istəmirdiniz. İndi də həyatınıza elə davam edirsiniz ki, uşaqların ağlamaq səsini eşitməyəsiniz və yaxud da ki, ağlayan uşaqların səsini susturasınız, ağlamağını ən azından susturasınız. Mümkün deyil. İş ondadır ki, işlədiyim qrup olduqca həssas qrupdur. Biz onları ağlayaraq qəbul edirik. İşlədiyimiz proses dövründə adaptasiyası olsun, reabilitasiyası olsun, o dövrdə də biz ağlamaqları çox eşidirik. Çünki keçmişində bir həyatı var, aldığı bir zərbələri var. Kim unudur? Ümumiyyətlə, insan yaxşı şeyi sizcə yadda çox saxlayır, yoxsa həyatında olan pis şeyləri? Əlbəttə ki, pisləri daha çox yadda saxlayır və ağlamaqlar, göz yaşları çox olur. Onun ardıca reabilitasiya dövründə ki, sən artıq o uşağın iş prosesində təhsilini bərpa eləyirsən, onun haqqını bərpa eləyirsən, ona qarşı olan haqsızlığın bir cəzasını verilməsi ilə bağlı onu bildirirsən və onu müxtəlif proqramlara cəlb eləyirsən, psixoloji durumu formalaşır, onun bir içində bir yatmış yaradıcılığını oyadırsan və onu da deyim ki, bir dənə də olsun bacarıqsız uşaq yoxdur. Hamısı yaradıcıdırlar. Və orada da ağlamaqları görsən. O zaman bu ağlamaqlar nə üçün olur bəs? O sevinç ki, mən bunu bacarmışam. Mən bunu bacardım. Bax, o ağlamaqlar mənim üçün ən dəhşətli, deyərdim ki, onların ilk gecələrində ağladıqları. Valideynləri üçün ağlamaqlardır? Yaşadıqları üçün. Və yaşadıqlarına görə bilmədikləri bir məkana gəlib düşdüklərinə görə. İlk gecədə... Nə vaxta qədər valideynlərini soruşurlar sizdən? Eləsi var ki, ümumiyyətlə soruşmur.
O qədər böyüyüb artıq dərinləşib, hə? Yoxsa? Əgər ona qarşı olan haqsızlıq, zorakılıq, cinayət ailədə baş veribsə, o çox az bu barədə danışır. Amma eləsi də var ki, çiyinlərini əyən bir cinayətlər ailədə törənib, faciələr törənib, amma onlar üçün ağlayır, onlar üçün darıxır. Bu normal bir şeydir. Biz də anlayırıq. Yəni, biz bilirik ki, bu uşağın travması nə qədər çox ağırdısa, ağlamaqlar da olacaq. Sevinç gözyaşları çox az olur. Bir qızımız var idi. Ümumiyyətlə, 2-ci sinifdən sonra təhsilə getməmişdi və bizə gələndə artıq 12 yaşındaydı və o 12 yaşa qədər o qədər ağır cinayətlərdən o uşaq keçmişdi. Zəhmət olmasa biraz aça bilərsiniz ağır cinayətləri, zəhmət olmasa orada baş verənləri biraz sizdən dinləmək istəyirik. Təbii ki, ad çəkilmədən anonimlik qorunaraq. İstəyirəm bu ümumi keçməyək də bunun üzərindən. Bu çox ağır bir hekayə olacaq. Məncə, mən düşünürəm ki, bu yaşımda mən hazıram bunu dinləməyə. Bir ailədə faciə baş verir. Ata öz qaynanasını, sevgilisini öldürür və adama cəza tətbiq edirlər. Amma təkcə ata öldürmür də, eyni zamanda dayı ilə əlbir olub öldürürlər. Uşaq bunların hamısının şahidi olur. Bir müddətdən sonra ana həbsdə olan dayının yanındakı digər bir məhbusla tanış olur və evlənmək qərarına gəlir. Evləndiyi adamın yanına bu az yaşlı qızı aparır və ona orada təcavüz olur bir neçə dəfə. Qız evdən qaçmağa başlayır dəfələrlə. Ona qədər də qaçıb. Amma bu dəfəki qaçışı sırf o insanın yanına getməmək üçün olur. Və qızı bizə yerləşdirəndə ümumiyyətlə evdən qaçmağı ilə bağlı və artıq nənəsi bunu idarə edə bilmədiyi üçün yerləşdirilir. O adla yerləşdirildi, bəli. Qız bizə yerləşən günün sabahısı sosial işçilərə açır, bütün bunu danışır. Bununla bağlı çox böyük araşdırmalar getdi, hələ də deyim, davam eləyir. Mən o qızın anası ilə ünsiyyətini gördüm. Və biz dəvət eləmişdik, çünki evdə bir qız da var idi. Onu da dövlət qurumları artıq bizim yanımızda olmağını düzgün qərar hesab elədilər. Ana ilə mən o qızın dialoquna fikir verdim. Qız ağlayır dayanmadan. Və deyir ki, mən səni bağışlayaram. Bircə sən o adamdan ayrıl. Onun cavabı sizcə nə idi? Qızını seçməyib hər halda, yəqin ki, qızını seçməyib. Dedi ki, ikiniz də qurban olasınız o adama. O qızın göz yaşı nə vaxt qurumalıdır? O qızın reabilitasiyası nə zaman bitə bilər? Bitmir. Bitmir. Və bu uşaqların göz yaşları, mən ona görə deyirəm ki, o baxır ki, hansı cinayətin qurbanı olub, bu cinayətlər ailədə baş verib, amma o uşaq yenə anasını istəyirdi. Və anasına dedi ki, sən o adamdan ayrılarsansa, mən səninlə bir yerdə olmaq istəyirəm. Dedi, qurban olasınız ona. Və mən düşünürəm ki, Kəmalə xanım, yenə sizin orada yaratdığınız şərait gözəl olsa da, onlara münasibət gözəl olsa da, onları ovcunuzun içində saxlasaz da, yenə anası düşünürəm ki, onun dediyinə əməl edib, günü bir gündə gəlsə onu götürməyə, məncə həmin qız yenə gedəcək. Gedəcək. Çünki bilirsiniz, bu qan bağlılığıdır. Biz nə istəsək də, bu bir bağlılıqdır, bir sevgidir. Nə olur olsun, onu dərk eləmir. O deyir ki, bu mənim anamdır. Anamın da yanlışı ola bilər. Amma bugün o ana o yanlışını qəbul eləyirmi? Bütün günahları uşağın üstünə yükləməklə deyil. Axı 12 yaşında bir uşağın dərk etməsinə. Cəmi bircə hekayə danışdınız. Yəni bizim ürəyimizi, belə deyək, ağzımıza gətirdiniz. Siz bu hekayələri hər gün dəfələrlə görürsünüz, daha az yaşlı uşaqlarda görürsünüz. Sizin ürəyiniz daşlaşır? Yox. Necə tab gətirə bilirsiniz bunlara? Mənim ürəyim daşlaşsa o zaman mən heç bir iş görə bilmirəm. Necə laqeyd qala bilirsiniz bunlara? Yaxud orada hardasa bir nöqtə var, onu söndürürsünüz bu işlərlə məşğul olun. Çünki bunun praktikliyi aradan gedər axı. O potensial itər axı bu işi görmək üçün. Hər dəfəsində bu qədər üzülmək, ürək ağrısı keçirmək. İndi biz, məsəl üçün, burada əməkdaşlar var.
operatorumuz var. O dinlədi, mən hiss edirəm ki, o nələr keçirdi, mən özüm nələr keçirdim. Siz hər dəfə bunları yaşayırsınız. Mən tək yaşamıram. Biz bunu komanda Çoxusu ilə bölüşürsünüz, yaşayırıq. Komanda ilə yaşayırıq. Amma mən bilirsiz düzgün olmaz da efir qarşısında deyim ki, mən hekayəni dinlədikdən sonra keçib o biri tərəfdə başımı dəfələrlə divara vurmuşam. Özümü öldürmək istəmişəm. Eşitdiyim o hekayəyə görə. O uşağın yerinə özümü qoymuşam ki, mən bu situasiyada necə davranardım, nə edərdim, nə edərdim. Tək mən yox. Onu bütün bizim komanda onu yaşayır. Və bizim bir çöküşümüz olur. Və bəzən o deyirlər rubilnikdən. Biz rubilnikdən sönən məqamlarımız olur. Amma sonra bir-birimizə toxtaqlıq veririk. Bəlkə də mənim ən böyük şansım ondadır ki, bir müəssisə rəhbəri olaraq, təşkilat rəhbəri olaraq yaxşı bir komanda var. Onlarla bir yerdə biz ayaqdayıq. Güclü oluruq, bir-birimizə dəstək veririk. Mən ümumiyyətlə ağlamağı bacarmıram. Çox nadir hallarda ağlayıram. Son vaxtlar nəsə belə biraz duyğusallaşmışam. Yəqin yaşımın üstünə yaş gəlir ona görədir. Amma mənim ürəyim ağrımır. Mənim ürəyimi sağaldan o uşaqların üzündə yaradılmış bir təbəssümdür. Kəmalə xanım, heç olubmu ki, o təbəssüm belə hətta sizin hirsinizi deyim, emosiyalarınızı ciloblamağı kömək etməyib? Və siz onu ona qarşı edən valideyninə bir nifrətinizi göstərmək istəmirsiniz. İstəmirsiniz ki, bu dəqiqə qarşımda olsun və yaxud da gedim onu evindən tapım çıxardım. Bir də onu sizə yaraşmasa da döyüm ki, bunları insan öz övladına eləməz. Mən şiddətin əleyhinə də olsam, amma o hissləri yaşayıram, niyə yalan deyim ki? Bu yaxınlarda olub belə bir şey ümumiyyətlə? Bu yaxınlarda elə bir şey, elə 2 yaşlı balacanı qəbristanlıqda qoyub gedən ana ilə bağlı oldu. Yəni mənim əlimdən aldılar da, mən boynumu alıram. O uşağın o hansı vəziyyətdə qoyulduğunu gördüyüm üçün, görməsəydim də belə bir təhlükəli vəziyyətdə buraxılmış, aciz, köməksiz bir körpənin durumunu gördüyüm üçün mən o adamı yəni qarşımı kəsdilər. Mən nə edəcəyimi ağlıma indi gətirə bilmirəm. Mən nə edə bilərdim? Həmin o tərk edən anaya qarşı? Bəli, ona qarşı. Və mən ən axırda da yenə də durdum ayağa ki, sən necə insansan? Yəni sən nədən yoğrulmusan ki, sən bir dəfə də olsun, bir saat ərzində bir kəlmə də olsun soruşmadın ki, uşaq necədir? Yəni buna reaksiya verməmək, onda həqiqətən də belə çıxır ki, biz daşıq da, biz daş deyilik axı. Biz hisslərimiz var, emosiyalarımız var, ağlamaqlarımız var, gülməklərimiz var və bir o deyir, hirsimizi soyutmaq istədiyimiz məqamlarımız var. Amma maalesef hər dəfə bir dayanırıq da ki, yox, duraq. Mən şiddətə qarşıyam, amma bir körpənin aciz vəziyyətdə, köməksiz vəziyyətdə buraxılmasına görə mən çox şey eləyə bilərəm. Qarşıma alan işçilərdir, boynuma alır. Eyni zamanda sizi həm kövrəkliyiniz, həm qəlbinizə o kövrək emosiyalardan əlavə hiddətiniz də yaxşıca zərbələr vurur, belə başa düşürəm. Səhhətinizlə bağlı problemlər yaşamırsınız? Mənim səhhətim ki, demək bu il çöktü. Özü çox pis çöktü. Mən elə o cəmaatın daha çox insanlar sosial şəbəkədə o izləyən, rəqs eləyirəm. O mənim ruhumdur. Aha. Əslində o rəqslər, o uşaqlarla əylənməklər, onlarla o danışıqlar, onlar hamısı mənim ruhumdur. Mənim anam dərdən deyir ki, sən nə vaxt ümumiyyətlə böyüyəcəksən? Deyirəm ki, ananız da bütün valideynlər kimi sizin böyüməyinizi istəyir. Böyüməyimi istəyir, amma daha çətin, yəqin 80-də fikirləşərəm. Hələ ki o barədə düşünmürəm. Siz özünüz insanlara böyülük eləyirsiniz. Məni çöktürən il yarım idi ki, mən müəssisədə yaşayırdım. Buna səbəb nə idi? Buna səbəb işçi kadrların olmaması, işçi heyətinin olmaması. Çünki biz dövlətdən maliyyələşməyən bir qurumuq. Ancaq çox kiçik qrant proqramları olanda oradan maliyyələşə bilirik. Və ancaq bizə dostlar kömək eləyir. Və mən həm də mətbəxi çox sevdiyim üçün
Mətbəx mənim enerjimi bərpa edən bir yerdir. Uşaqlar üçün Yeməklə özünüz yox. hazırlayırsınız. Özüm. Və həm oydu, həm gecə növbələri idi. Məsələn, təsəvvür edin ki, artıq mənim yuxum 40 dəqiqəyə enmişdi sutka ərzində, 40 dəqiqə və özüm də bilirdim ki, bu normal deyil və bir çöküş oldu. İndi düzdür, qoymurlar məni. Həkimlər də qadağan eləyib qaldı. Sizi qorumaq lazımdır Kəmal xanım. Amma yeməkdən əl çəkə bilmirəm. Yəni o bişirməklərdən əl çəkə bilmirəm. Və mən bundan zövq alıram. Çünki mətbəx həm də bizim reabilitasiyanın bir hissəsidir. Bizdə axı yeniyetmə qızlardır daha çox. Yeniyetmə qızlarla biz bir mətbəx sevgisi yaşayırıq. Öyrədirik. Öyrənirlər. Yeməyin mütləq dadına bağlı. Mənim bir mətbəx pişikləri varımdı da. Düzülürlər bir 7-8 nəfərdir. Dayanırlar, əllərini də qoyurlar ki, nə qəşəng bişir. Mən bilirəm, axı o bişirmək üçün bura gəlmir. O dadına baxmaq üçün bura gəlir. Bax, mən ondan zövq alıram. Həqiqətən özünüzü cənnətdə hiss edirsiniz orada. Yəni cənnəti necə təsəvvür edirsiniz? Birinci onu soruşum. Bəli, ora mənim cənnətimdir. O uşaqlar mənim mələklərimdir. Nə olur olsun, hansı situasiyalarda olmasından asılı olmayaraq, zərərli vərdiş olmuş olsa belə, davranışlarında çox ciddi problemləri olmuş olsa belə, onlar mənim mələklərimdir. Yaxşı mələklər də var, deyir, xeyir mələklər də var, şər mələklər də var. Və biz daha çox çalışırıq ki, o şər mələklərini xeyirləndirək. Məsələn, mələk məsələsində bizim bəbə deyirlər də. Özlərinə bəbə deyirlər. Bizim 6 yaşa qədər olan bir 6 bəbəmiz var. Özlərinə ad qoyublar. Bəbələrik biz. Çünki biz böyüklər onlardan yaşca böyük qızlar da onlara bəbələr deyirlər. Bu bəbələr bizim ən gözəl mələklərimizdir. Mənim ağlımda qaldığı növbəti suala keçid ala bilmirəm. O 2 yaşlı qəbirstanlıqda tərk edilmiş uşağın indiki vəziyyəti, indiki taleyi necədir? Nə baş verir onunla? Valideyn rəsmi olaraq uşaqdan imtina etdi. Yəni bunu Sosial Xidmətlər Agentliyinin əməkdaşları ilə birgə getdilər. Asan xidmətdə imtina yazdı. Artıq bu uşaq dövlətin himayəsində olaraq bizdə reabilitasiya keçir. Düşünürəm ki, o uşaq bundan sonraki taleyi yaxşı olacaq. İnşallah. Buna çox böyük ümid edirəm. Deyirəm ki, bəlkə Allah Taala onların o çətin situasiyasından bu dönüşünü, bura dönüşünü bilərəkdən belə formalaşdırır ki, o daha çox xoşbəxt olmağa layiqdir. Hər bir uşaq xoşbəxt olmağa layiqdir. Hər bir insanın bu haqqıdır xoşbəxtlik. Anasını soruşurmu Kəmal xanım? Heç danışa bilmir. Danışa bilmir? Yox. Nəsə bir qüsuru var, yoxsa ümumiyyətlə danışılmıyor onunla? Asosial uşaqdır. Onunla heç kim danışmayıb. O, məndə olan məlumata görə onu evdə qoyub dəfələrlə gedib. Yəni asosialdır, amma dünən bir səhnə var idi gözümün qabağında ki, o sevincindən qaçırdı. Fayemizdə o bax belə fırfıra kimi fırlanırdı və elə sevinirdi, elə qışqırırdı, dedim ki, dəyməyin, qoyun, nə qədər istəyir qaçsın. Çünki uşaq elə bil ki, yaşıtları da olmasa bir uşaqlıq yaşayırdı. Uşaqların arasında bir uşaqlıq yaşayırdı. O qucağa keçir, bu qucağa keçir, o öpür, bu qucaqlayır, o oyuncağı və uşaq yeməyə başlayıb. Yeməyə. Yəni bir var konkret olaraq bir şeyə əlini atırdı. Gəldiyi nədir ki, 3 gündən biz müşahidələrimizi aparırıq. Amma indi artıq bundan da yeyir, bundan da yeyir, bundan da yeyir. Həyatınızla bağlı bu məsələyə toxunmaq istəyirəm. Bəzən olur ki, Allah bir şəxsə övlad nəsib etmir. Sizin övladınız var. Bəli. Bir şəxsə bir övlad nəsib etmir. Qüsur var. Ata ola bilmir. Ana ola bilmir. Amma həyatın gedişatında elə situasiyalar yaranır həmin şəxs üçün ki, o şəxs onlarla uşağın atası olur. Məsələn, sığınacaqda bir işləməyə başlayır. Elə bir situasiya yaranır ki, onlarla uşaq, indi bəlkə də sığınacaqlardan əlavə
internat məktəbində işləməyə başlayır və ona ata münasibəti göstərirlər. Hətta bunun olsaydı bir övlad olacaqdı, maksimum 2 övlad olacaqdı. Amma bunun artıq yüzlərlə övladı olmuş olur. Siz nə diləmisiniz, nə istəmisiniz ki, sizə bu qədər övlad nəsib olunub? Mən gözəl bir dünyanın olmağını istəmişəm. Ən böyük arzum həmişə bu olub ki, bilmirəm, mən rəngləri çox sevirəm. Rəngli bir həyatı çox sevirəm. Çünki mənim çox gözəl bir uşaqlığım olub. Mən mürəkkəb bir ailədə böyümüşəm. Mənim nənələrim olub, babalarım, əmilərim, dayılarım, bibilərim, xalam. Sevgiyə doymuş bir şəkildə O böyümüsünüz. qədər belə bir dolu bir sevgi, onların uşaqları olub. O uşaqlarla bir yerdə, indi də biz artıq 60 üstü olanlarıq. İndi də bir-birimizlə, yadımdadır, falan şey belə eləyirdi, belə eləyirdi. Mən o rəngarəngliyi gördüyüm üçün bu uşaqların boz həyatının rəngli olmağını həmişə arzulamışam. Rəngli bir dünyalarının olmağını çox arzulamışam və bugün elə bizim müəssisədə ən çox da bu uşaqların reabilitasiyasını, o rəngli dünyaları özlərində kəşf etməyə yönəltmişik. Bu art terapiyadır. İncəsənət terapiyası heç vaxt əlinə qələm almayan, heç vaxt fırça tutmayan, heç vaxt sap bilməyən barmaqlar hərəkətə keçir. Və onlar gözəl bir dünya yaradırlar. Sevgi dolu bir ailədə doğulduğunuzu dediniz, sevgi dolu bir ailə həyatı yaşadığınızı dediniz, valideynləriniz, qohumlarınız. Sığınacaqda o kimsəsiz uşaqların sevgiyə münasibəti necədir? Onlar ümumiyyətlə sevgini necə tanıyırlar? Biz onlara onu aşılayırıq, onlar sevgi bilmirlər. Dəhşətli tərəfi budur ki, ümumiyyətlə sevgi, iki şəxs arasında sevgi münasibəti olmadığı halda təsadüfi münasibətlərdən deyək ki, daha çox dünyaya gələn uşaqlarda sevgi çox az olur. Bəlkə də indi məni çoxu qınayacaq. Ancaq onlar bilmir bunu. Və artıq o yeniyetmə yaşında olan qızlar deyirlər ki, niyə bunu eləyirsiniz? Niyə bizi bu qədər sevirsiniz? Nəyə görə bunu eləyirsiniz? Axı onlar bilirlər ki, bunun müqabilində mən hansısa bir pulu almıram. Özləri görürlər ki, bizə dəstək göstərən xeyriyyəçi insanlardır. Niyə də mən bax bu günləri bu səhv hərəkəti eləmişdim. Niyə yenə mənim başımı sığalladın? Niyə bunu mənə keçdin? Və yavaş-yavaş onlar o sevginin nə olduğunu öyrənirlər. Deyim ki, hamısında bu alınır, yox. Görün o nə qədər sevgisiz formalaşıb ki, onun şuuru. Sevgiyə verəcəyi reaksiyanı bilmir. Bilmir. Baxın, bu 2 yaşlı uşağın anası, mən yenə də deyirəm, mən həmişə obyektiv yanaşan biriyəm də. Onu gətirəndə mənə polis əməkdaş qayıtdı ki, Kəmal xan, bunun özündə həyatı heç də yaxşı olmayıb. Dedim, nə olub orada? Bəs anası 12 yaşında onu tərk eləyib, başqası ilə ailə qurub. Dedim, bu biraz gecikib. Bu çox gəlib 2 yaşında atıbdı. Gərəkdir bu bir balacada gözləyəydi, eləmi? Onun aidiyyatı yoxdur. Kim bilir, 12 yaşa qədər belə çıxır ki, o heç sevgi görməmişdi. Bəlkə də görməyib. O da ola bilər ki, bunun heç bir sevgisi yoxdur. Zaten insan sevgisiz biri idi. Sizin sığınacaqda böyüyən uşaqlarla normal sevgi görərək böyüyən uşaqların fərqini açıqlaya bilərsiniz mənim üçün? Ailədən gələn uşaq müəssisəyə gəlir, yerləşir. Sevgisi yoxdur. Sevgi ilə deyir, doldururuq deposunu. Full hər şey olur və uşağın geri dönüşü haradır? Ailəyə. Üstündən bir müddət sonra sıfırlanmış biri dönür. Verilməsi, ailədə bir müddət adaptasiya olması qərarını biz onlarla razılaşdırırıq. Əgər ailədə hər şey uyğun gəlirsə, onlar artıq rəsmi qərar verilir ki, uşaq bir dəfəlik ailəyə getsin. Verdiyimiz uşaq gedir ana ilə 2 aydan sonra ana bağıra-bağıra zəng eləyir. Mən bunu qaytarmalıyam. Mən bunu qaytarmalıyam. Elə bil bu dükandan alınmış bir mal idi. Üstündə bırakı çıxıb. İndi bunu mənə qaytarır. Və uşağı da götürür gəlir. Uşaq artıq yoxdur. Gördüyümüz biri yoxdur.
Ana nə edir? Açır bədənini göstər. Bax gör mənə nə günə salıb, döyüb nə günə salıb. Uşağı biz məcbur olduq, qoyduq xəstəxanaya, psixiatriyaya. Çünki o qədər məcradan çıxmış bir durum idi ki uşaqda. Müalicə alıb gəldikdən sonra o oturdu və bir şey dedi. Dedi, mənim onu vurmağımın səbəbi var idi. Evə sevgili gətirmişdi. Deyir, bircə kəlmə dedim ki, nə olar ana, ona verdiyin sevgidən biraz mənə də ver. Ona görə deyir, bizim davamız düşdü. Və mən sevgimi getdim yenə küçədə axtarmağa. Yenə o çevrənin içində, yenə içki, yenə avara səfil həyat. Biz qızı təzədən bərpa eləyirik. Amma bir bilsəniz, necə çətindir bu. Ana da 2 gündən bir zəng eləyir. Necədir, düzəlib? Məqsədi nədir bəs? Yəni, yenidən qaytarmaq? Yox, artıq o qayıtmaqdan heç nə demir. Biz deyirik ki, bax, bu hər iki valideynini itirmiş uşaq olsa, biz bundan başqa cür reabilitasiya apararıqdır ki, sən bugün ayaqlarının üzərində durmağı tək etməlisən. Bir də var ki, yarımçıq da olsa bunun bir anası var. Ata da var ya, haralardasa. Amma bu yenə də sənin yanına dönəcək də. Sən bundan bir uyğunluğu tapmalısan. Yaxşı, bizim bu günləri tək analarımız yetərincə. Ümumiyyətlə, mən qadının ikinci dəfə ailə qurmağını çox normal qəbul eləyirəm. Və bu deyir, bizim dinimizdə də var, qanunumuzda da var. Amma bugün ikinci evliliyə qədəm qoyan, istər kişi olsun, istər qadın olsun, himayəsində övladı varsa, hansı valideyn evliliyi ilə bağlı uşağının da bir qərarını alır. Neçə faiz var? Ona görə bugün bu uşaqlar haralardadırsa. Valideyn öz istəklərini qarşılamaq üçün, yenə deyirəm, istər kişi olsun, istər qadın, qarşılamaq üçün nə edir? Gözdən deyir, pərdə asmaq üçün. Deyəcək, yeməyi orada qoymuşam, bir dənə də telefon alır, verir, deyir, ala. O yeməyi yeyərsən. Bunu dərsə getmək istəmirsə, eybi yoxdur. Axı, özünün müəyyən işləri var. Tək uşağın səsi çıxmasın, tək uşaq ona qabarmasın, bozarmasın. Telefon sonra da gəlir, ağlaya-ağlaya. Siz bilirsiniz, bizdə böyük bir dənə siyahı var. Valideynlərin siyahısıdır. Ya burada zorakılıq faktı deyil də, yalvarıram, kömək eləyin. Xahiş eləyirəm, qızımı qəbul eləyin. Xahiş eləyirəm, oğluma dəstək olun. Nə? Asıllıq. Həm narkotik olur burada, həm sosial şəbəkələr, asıllığı, şantajlar, nələr. Böyük bir siyahı var. Növbədədirlər. Çünki yer yoxdur onları qəbul eləməyə. Gəlin bir balaca bu proseslərin yaranmasından əvvələ qayıdaq. Məsəl üçün, bayaq siz qeyd etdiniz ki, sevgisiz 3-5 dəqiqə həzzin nəticəsində dünyaya gələn uşaqların fəsadlarından danışdınız. Amma qanuni şəkildə ailə quraraq, amma sevgisiz ailə quraraq uşaq dünyaya gətirən valideynlərdən danışaq. Onları valideyn olmağa məcbur edən valideynlərdən danışaq. Toy görmək məqsədi ilə övladını evləndirmək istəyən analardan, atalardan, qızını ərə vermək istəyən atalardan, analardan danışaq. Bu məsələnin kökü gedib, siz danışdıqca ora çıxır, hiss eləyirəm mən. Ora münasibətiniz necədir? Ailə dəyərləri hər bir xalqa mənsub tərəfləri var. Bəli. Ailə dəyərləri. Azərbaycan xalqının ailə dəyəri çox yüksək bir plankada olub. Bəli. Təəssüf ki, bu günləri biz orada çatları görürük. Bu günləri çox təəssüf ilə deyim ki, biz ailə dəyərlərini daha çox tək analarla formalaşdırırıq. Ailədə uşaq da var, ana da var. Atasızlıq niyə baş verdi? Nə baş verdi? Kötüyü axtarırıq. Gedək əvvələ. Bizim ideoloji bir formatımız var idi bizim nəsildə. O ideoloji formatın içində
bizim vəzifəmiz, valideynin vəzifəsi var idi. Uşağın ailədə öhdəliyi var idi, məqsədlər var idi. Bu məqsədlərə birgə çatmaq var idi. Bu ideoloji, milli bir yanaşmalar idi. Bu günləri, bu stəkanı buradan götürüb, kimin stəkanıdırsa bu tərəfə qoyanda deyir, toxunma, özüm bilərəm. Özüm bilərəm. Mən bilərəm. Orada ideologiya olmayacaq. Və elə bilirsiniz, müharibənin təsiri az oldu. Birinci Qarabağ müharibəsindən sonra ailələr elə bir duruma gəldilər ki, orada iqtisadi məsələlərdə formalaşdı, sosial, ölkə daxili miqrasiya baş verdi. 1 milyona qədər bizim məcburi köçkünümüz bilmirdi, ağza nəsə tapsınlar, qoysunlar, bilmirdi, başını qoyacaq bir yeri olsun. Dövlət onu sistemə salana qədər boşluqlar yarandı mı? Bax, o boşluqlarda həmin o ailə modelində problemlər yarandı. Bu artıq neçənci nəsildir? 90-dan bəri, baxın, ikinci nəsil formalaşır. İkinci nəslin yetirmələrini biz artıq görürük. İndi artıq bizdə üçüncü nəsil var da, 2020-dən bəri formalaşan. Orada da müharibə, amma o müharibənin bir qalibiyyəti var idi. Birinci müharibədə qələbə deyildi. İnsanların həm mənəviyyatı çökmüşdü, həm şəhidlər yetərincə var idi. Bir uduzulmuş bir şuur formalaşmışdı. Kişilərin boynunun aşağı düşməsi formalaşmışdı. Bax, oradan yavaş-yavaş atasızlıq modelimizə doğru aparan çox böyük bir silah ortaya çıxdı. Bu nə idi? Kütləvi informasiya vasitələri dediyimiz əsasən də TV-lərdə, Braziliyadan girdik, Amerikadan çıxdıq serialları. Santa Barbara'nın corabını giyinə artıq bilirdik ki, orada Sisidən deyil bu uşaq. Bu uşaq sən demə, o biri kişidən imiş. Bu biri tərəfdən başladıq Rabunya İzauraları göstərməyə, qul Rabunyanı göstərdik, qadının nə qədər əzilməsini göstərdik. Qadınlar başladı ki, mən əzilən zat deyiləm. Yavaş-yavaş onu da formalaşdırdıq. Atasızlıq obrazlarını və ümumiyyətlə ataya dəyər verməmək obrazlarını elə bizim seriallar da çox gözəl elədi. Kişilərimiz artıq obraz olaraq rəngarəng geyimlərə düşdü. Kişilərimiz qadın çığırtısı ilə, qadın çılğın ola bilər. Biz bir şey olan kimi şəxsi eləyirik. Artıq kişilər başladı şəxsi variantlarını keçməyə. Özünü sübut eləmək üçün çığır bağırla, xox gəlməklərlə. Valla, kişilər adətən bir baxış yetərdi ki, ailədəkilər bir özünü toparlasın. Və ne üçünsə ataları biz daha çox ana aldadırdı, atanı örtbasdır eləyirdi hadisələrin üstünə. O obrazı başladıq önə verməyə. Bizim nə istəyirik? Biz nə istəyirik? Ailə, model. O modeli formalaşdırmaq üçün bilirsiniz, indi nə boyda bir milli strategiyaya yetişməlidir. Mən həmişə bunu deyirəm. Bizim bugün ən ciddi çətinlik çəkdiyimiz uşaqların formalaşması çox balacadan, bələkdən, beşikdən formalaşdıra biləcəyimiz bu günlərin milli hekayələrimiz olmalıdır. Yazan var o milli hekayələri. Verilişlərdə nəyi təbliğ eləyir? Niyə bağlandı bu verilişlər? Açdıq tökdük. Mən o verilişlərdə oturanlardan idim zamanında. Mən hər dəfə səhnə arxasında sözümü deyirdim, dalaşırdım. Həmin o püskürən, ot püskürən istər kişiyə, istər qadına, orada ot püskürən ekspertlərdən az qalıb ki, əlbəyaxaya da çıxım. Siz nə edirsiniz? Siz bu adamı niyə qoymusunuz ortalığa? Bu dərdini götürüb gəlib, bu cahildir. Buna dəstək göstərmək lazımdır. Yox, sən açıb onun bütün iç paltarlarına qədər ortaya tökəndə bu adamın geri dönüşü haraydı? Dönə bildi mi? Dönmədi. Dönə bilməyəcəkdi də. O adam, o insanlar ümumiyyətlə proqramlara və ya dövlət qurumlarının qapısını gəlib döyməyə səbəbləri var. Onları düzgün formalaşdırmaq üçün hekayələr yoxdur.
milli hekayələr yoxdur. Uşaqların telefonla münasibəti necədir bəs sığınacaqda? Onu necə tənzimləyirsiniz? Çünki çox böyük problemdir. Uşaqlar bu dəqiqə yeməyi telefonsuz yemirlər. Visiyə telefonsuz getmirlər. Orada necə onların əlindən alırsınız onu? Ümumiyyətlə var onların telefonları? Yox. Var, seyfdə. Aha. Bizə gələn uşaqların bəziləri deyərdim ki, çoxluq təşkil eləyir. Yeniyetmə qızlardır. Ailədə artıq problemlər yaşayıb, daha çox sosial şəbəkələrə bağlılığı yaranıb, sosial şəbəkələr vasitəsilə tanışlıqlar, o texnologiyanın bu tərəfləri də var da. Və o dediyim kimi daha çox sussun deyən, səs çıxartmasın deyən, bir çox hadisələri görməsin deyən, deyir o ayıbları örtbasdır eləyən deyən bizim uşaqlar telefonizasiya xəstəliyini yoluxdular. Bu günləri bir məqamı deyim, baxın, bir uşağımız var idi, bir qızımız var idi. Onu gətirəndə və bizdə qayda belədir. Uşağa bildiririk ki, bax, burada telefon işlətmək olmaz. Sən valideyninlə ünsiyyət qurmaq istəyəndə biz öz telefonlarımızla əlaqə yaradacağıq və valideynin də gəlib səni görə biləcək burada. 10 gündən bir, 15 gündən bir görüş mümkündür. O baxır uşağın reabilitasiyasının gedişinə. Bir qızın indi baxış keçirdirik əşyalarına və telefonu götürəndə qayıt bir dəqiqə ki, xala qurban olum, nə ola, bir də əlimi sürtüm də onun. Bu görün, nə qədər adı. İndi o əlini sürtmək üçün yalvaran qız kollecdə oxuyur. Maşallah. Telefonsuz gedir gəl dərsən. Telefon heç belə ağlın ucundan da keçmir. Amma bunlar telefonu söküb yığırlar. O qədər, bax ona görə eləsi var ki, web dizayna qoymuşuq, qrafik dizayna qoymuşuq, ixtisaslar olaraq, peşələr olaraq ki, bax burada sən o bacarıqlarından internet üzərindən bunu eləyə biləcəksən, bunu eləyə biləcəksən və çox irəli gedir. Bugün bizim uşaqların heç birinin telefon asılılığı qalmayıb. Evə gedənə qədər. Bəs olur ki, uşaqlar ora gətirilən uşaqlara ki, siz sahib çıxırsınız. Bir neçə müddətdən sonra yeniyetmədirlər də, ağılları kəsəcək yaşdadır, qərar verə biləcəkləri yaşdadır, sığınacaqdan qaça biləcəkləri yaşdadırlar. Sizdən imtina eləsinlər. Olurdu. Baxın, islah olunma müəssisələri deyilir də. İslah olunmayanlar gedir də, islah olunmağa, düzdürmü? İslah olunmayan da var da. Bu onun psixikasına bağlı ola bilər. Həyat tərzini dəyişmək mümkündür. Amma psixikasında problem varsa onu dəyişmək mümkün deyil. Aludəçiliyi varsa onun qapalı mühitdə bir müddət saxlanılması zəruriyyəti yaranır. Aludəçiliyi olan uşaqları digər uşaqlarla birlikdə necə reabilitasiya edirsiniz? Yox, aludəçiliyi olan uşaqlar birinci müalicəyə göndərilir. Birinci qaydada budur ki, müalicəyə göndərilir, ondan sonra reabilitasiya başlayır. Və bizdən qaçanlar da olub. Mən ümumiyyətlə dəvət eləyəcəm bizim müəssisəyə. Bunu çox adam bilir və çoxları da deyir ki, bu necə ola bilər? Bizim bir daş götürərəm, ürəyimi bağlamaq. Yox, buyurun, gəlin, heç daşda da olmayacaq. Görəcəksiniz ki, pambıq kimi dəyişir. Yox. Gələnlər də ilk addımını içəri atanda deyir ki, ay Allah, mən fikirləşirdim ki, bu gecə yatmamışam, mən bura necə gələcəm? Oradan bilirsiniz necə gedirlər, gülə-gülə. Çünki görürlər ki, orada bir ailə modeli formalaşır içəridə. Bir normal ünsiyyət formalaşır. Və bizim bir darvazamız var, elektron darvazamız var. Mən işə gələn kimi o darvaza açılır. Mən də işdən ən tez getdiyim saat 11-dir gecə. O darvaza 11-də düşür. Qapı açıqdır. Heç bir müəssisənin siz qapısını açıq görə bilməzsiniz. Heç bir uşaq müəssisəsinin qapısı açıq deyil. Bu bizim reabilitasiyanın bir hissəsidir. Uşaq o qapını görür. Qapıları görür. Ki, burada çox qapılar var, amma qapılar açıqdır. Qidasına qədər qapısı açıqdır. Qidanın belə qapısı açıqdır. Və uşaqda bir güvən yaranır ki, deyəsən, bura heç də pis yer deyil axı. Ay, yox, mən bir söz amma biz onlara deyirik ki, bax, divardan bu tərəfə biz səni qoruyuruq. Biz sənə dəstəyik. Divarın o tərəfi sənin üçün təhlükəlidir.
onsuz da yaşadıklarından az zərbə almamısan. Bəlkə bir düşünəsən. Və islah olunmaq istəyənlər bunu düşünür. Eləsi var ki, deyirəm, yenə də deyirəm, psixikaya bağlı olan və aludəçiliyi olan ilk günlərdə, qaçış ilk günlərdə olur. Uzun müddət reabilitasiya keçən heç bir uşaq qaçmır. Heç biri. Bizim uşaqlarımız var idi ki, məhəlləmizdə bir oğlanımız var idi, 14 yaşında. O məhəlləmizdə gibi uşaqlarla oynayırdı. Top oynayırdı, futbol oynayırdılar. Qızlarımız çox rahat. 16 qızımız Bakının bu başından o biri başına dərsə gedir. 3-4 nəqliyyat dəyişir. Telefonsuz. Amma vaxtında gəlir, çatır. O gedib dönməyə də bilər. Bu yaxınlarda elə bir hadisə olmuşdu. Hamımız o yaşı ki, uşaqlıq dövrümüzü yaşamışdıq. Dərsdən qaçmaq məsələ. Görüb ki, hamı gedib, bu da qaçmaq istəyəndə qapını bağlayır, pəncərədən tular. Qız da 15-16 yaşında. Müəllim zəngi ilgib ki, qız qaçıb. Mənim bir əməkdaşım var, Elnurə müəllimə. Bir də gördüm, döyür özünü öldür. Şahsey, bu qaçdı. Evimiz yıxıldı. Ay Allah gedəcək başına bir şey. Mən də çox sakitcə nə oturmuşam. Bu deyir, mən orada telefonda nə yazıb. Deyirəm, Elnurə narahat olma, indi oradan bu keçəcək bura. Üstündən bir saat keçməmişdi, gəldi. Dirək qaçdılar, mən də qaçdım. Artıq evləri də onların. Yəni, deyirəm, onun qaçan yeri yoxdur. O məktəbdən bir, o deyir, kütlənin abı havası ilə qaçıb. Onun qaçıb gəldiyi yer bura olacaq. O heç yeri getməyəcək. Onun evi də orada. Bilirsiniz, kimsəsi olmayan, hamının imtina elədiyi, valideynlərin sahib çıxmalı olduğu halda imtina elədiyi uşaqlara kimsəsiz, heç nəyi olmayan, sərmayəsi olmayan, valideyn var, bəlkə də ola bilər bir miqdar məsələn pul verər, deyər ki, get başımın çarəsinə bax, mən də öz həyatımı yaşayacağam, gedirəm xaricə. Al bu məsələn də bu 50.000 dolları, gör nə edirsən də yaşa özün üçün məsələn. Amma bizdə tərk olunan uşaqların heç nəyi olmur. Onlar üçün siz kimsə olanda, onlar sizə necə münasibət göstərirlər? O məsələ var idi, sizə o qaçan yeri yoxdur, gələcək bura onsuz da. Siz onlar üçün başqa yer, qaçmağa başqa yeri olmayan bir yersiz. Bu necə hissdir? Onları necə özünüzdə hiss edirsiniz? O uşaqları necə hiss edirsiniz ki, bunlar heç yeri yox deyə məndən başqa? Yox, bu qorxu deyil, bu bir. Ona görə o qayıdacaq ki, onun getməyə yeri yoxdur. Yox, onun bir bağlılığı var. Onun, onlar sığınacaq demirlər ki, evimiz. Onlar dərsdən bir-birinə deyirlər ki, gitmirsən evə. Getdik də, məsələn, bu cür yanaşırlar. Mən onlar üçün o kimsə modelinin içində, mən təşkilat rəhbəri deyiləm. Deyim bunu biləsin. Onlar mənə Kəmalə xala deyirlər. O biri əməkdaşların hamısına müəllim xanım, bir də mənəm orada xala və nənə. O bəbələr nənədir, o birilər isə xaladır. Mən onlar üçün bu kimsəyəm. Məsəl üçün, mənim 37 yaşım var. Mən məsəl üçün dünyadan köçdüyüm zaman istəyərəm ki, məni bir aparıcı olaraq, ictimai rəy formalaşdıran bir ictimai xadim olaraq xatırlasınlar. Şəklimi hardasa görsələr, xoş təbəssüm yaransın ki, mən bu adamın verilişini izlədim, filankəsi dindirirdi, filankəs haqqında danışdırırdı, mənim həyat aləmdə belə bir dəyişiklik idi filan. Bu hisslər məndə olur. Bu ölümsüzlük hissinin bir təzahürüdür. Bəs siz nə düşünürsünüz? Uşaqlar siz dünyadan keçdiyiniz zaman necə xatırlasınlar? Kəmalə xala olaraq, nənələri olaraq, ana deməyəcəm. Ana sözü çox təhlükəli bir sözdür, çox ağır sözdür. Doğma olaraq, çox istərdim ki, mən dünyadan köçdüyümdə məni alqışla yola salsınlar. Əminəm ki, mən bunu görməyəcəm, amma onlar bunu edəcəklər. Bu yaxınlarda mənim səhhətimdə problem yarananda onlar mənə bir video göndərmişdilər. Mən bilirdim ki, kadr arxasında onlar özlərini neçə dəfə toplayaraq o videonu mənim üçün çəkmişdilər. Mən o cəmiyyətində alqışını, dəstəyini həmin o
xəstələndiyim vaxt çox hiss etdim. Ümumiyyətlə mənim üçün o elə bir insanın missiyası məsələsi çox ağır bir məsələdir də. Bəzən sosial şəbəkələrdə hamımız izləyirik, filan kəs dünyasını dəyişdi, filan tanınmış, filan sima. Və şərhlərə baxanda adam bəzən dəhşətə gəlir. Bəs bu neynəmişdi ki, bu neynəmişdi ki, buna düşmür, buna... Onu əvvəla Allah bilir. Kimə nə düşür, nə düşmür. Amma mən aldığım minlərlə mesajlarda ancaq bir şey gördüm ki, Allah sizi qorusun, Allah sizə şəfa versin. Və mən bilirəm ki, onlar mən olmasam ağlayacaqlar. Amma onlar da davamlı olaraq orada qalan deyirlər. Onlar ailə quracaqlar, narahat olacaqlar, sıxılacaqlar. Gəlib yəqin ki, deyir o mərasimdə iştirak eləyəcəklər. Mən bunu elə-belə, yəni kamera üçün gülə-gülə demirəm. Yəni mənim üçün ölüm o qədər bir haqdır ki. Allah sizə uzun ömür versin. Və mən bundan qorxmuram. Mən Bərəkətli ömür versin. Bundan daha bərəkətli ömür versin. Amin. Amin inşallah. Üzüləcəklər də, alqışlayacaqlar da. Mənim bir doğmam var, xalam, doğma xalam da o bu verilişə gələndə məni xüsusi yola saldı. Dedi ki, mənim salamlarımı çatdırarsan Kəmalə xanıma, izləyir sizi, dinləyir sizi, daha çox dinləyir və öz sevgilərini sizə çatdırmamı istədi. Təşəkkür edirəm. Və mən bu vəzifəni də yerinə yetirdim. Suallarım çoxdur Kəmalə xanım, amma bizim vaxtımız məhduddur. Mən sıralı şəkildə qısa cavablar almaq şərti ilə sizə suallar ünvanlayacağam ki, qoy bu suallar həm mənim ürəyimdə qalmasın, bəlkə də tamaşaçıların sizdən soruşmaq istədiyi şeylərdir bunlar. Amma fürsət tapıb sizi soruşa bilmirlər. Ekspert kimi yanaşırsınız məsələlərə, valideynlərin uşağa münasibətini aydınlaşdırırsınız. Eyni zamanda uşağın valideynə qaytarılması ilə bağlı ekspert rəyi formalaşdırırsınız. Bu istiqamətdə formallıq nədir? Sizdən nə istənilir? Məsələn, valideyn gəlib uşağı götürmək istəyir. Burada sizin vəzifəniz, öhdəliyiniz nə olur? Biz ümumiyyətlə təşkilat olaraq Azərbaycan Uşaqlar İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında akkreditasiyadan keçmiş təşkilatıq. Bəli. Akkreditasiya o deməkdir ki, biz reabilitasiya istiqamətində fəaliyyətimizi formalaşdırmaq üçün həm bazamız var, həm kadrlarımız var, peşəkar kadrlarımız var. Bizim əməkdaşlığımız əsasən də Sosial Xidmətlər Agentliyi ilə, valideynlə uşaq münasibəti, o bağının ortasında bir biz varıq, üç bucağımız var. Və burada bizim sosial iş aparan zaman, onun fərdi iş planı tərtib olunanda, biz uşağın ailəyə getmə dönəmində atılacaq addımları Sosial Xidmətlər Agentliyindən razılaşdırırıq. Bizim əlbəttə tövsiyəmiz olur ki, bu uşaq hələ hazır deyil. Və ya valideyni tez-tez gedib monitorinq eləmək lazımdır, qiymətləndirmək lazımdır. Burada artıq bizim sadəcə bir əməkdaşlığımız, bizim tövsiyələrimiz qərarların verilməsinə əsas olur. Övladlığa uşaq götürülmə zamanı da sizdən məsləhət alınırmı? Əgər o uşaq mənim qəyyumluğumdadırsa və uzun müddət bizdə müəssisədə yaşayıbsa, o zaman əlbəttə ki, məhkəmədə bizim həm hüquqşünasın, həm də qəyyumu olan o uşağın qəyyumu olan daha çox bu mən oluram. Mənim fikrim önəmli olur. Amma ora qədər bütün prosedurlar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Valideynlərin uşaqla uyğunlaşma prosesi başlayanda biz müəssisədə... Orada siz artıq işə başlayırsınız. Bəli, uşaqla valideynin ünsiyyəti bizim müəssisədə başlayır. 2 ay boyunca valideyn həftədə 2 dəfə yeni olmaqla... valideyninlə Bəli, yeni valideyninlə tanış olur. Əlbəttə biz ona qədər uşağı hazırlayırıq. Hazırladığımız müəyyən məqamlarda biz o ünsiyyətin daha rahat alınması üçün bir dostumuz kimi təqdim eləyirik. Bir doğmamız kimi təqdim eləyirik. Və ya onlar ev tikirdilər, ona görə gəlməmişdilər deyərək bir valideyn obrazını formalaşdırırıq və uşaq ünsiyyətə çox rahat girir bu zaman. Öz valideyni kimi qəbul edirəm. O qədər rahat, o qədər yaxşı. Bizim bugünə qədər onlarla uşağımız olub ki, övladlığa gedib.
Onların heç birinin sonra biz izləmirik. Uşaq bizdən çıxdıqdan sonra biz izləmirik. Monitorinq Nazirliyin öhdəsindədir. Mənim hər ilim deyərdim ki, ömrümün gözəl yazılmış bir səhifəsi. Ona görə mən elə sizin efir vasitəsilə də demək istəyirəm ki, əsasında bunu mən kişilərə ithaf edirəm ki, əziz qardaşlar, qocalığınızdan qorxmayın. Özünüzü ona görə çox incitməyin, əziyyət verməyin. Sportunuzla da məşğul olun, yeməyinizə, qidanıza da fikir verin. Amma gedib güzgünün qabağında dayanıb, bura belə eləyib, ay Allah, dəri əldən getdi, filan getdi, neyniyim fikirləşməyin. Siz o qədər yaraşıqlı görsənirsiniz ki, hər yaşınızda. Qadınlara da demək istəyirəm ki, əzizlərim, bu gün kosmetologiya o qədər güclü inkişaf eləyib ki, biz dərimizi cavanlaşdıra bilərik. Əsas ürəyimiz cavan olsun. Ən əsas ürəyimiz cavan olsun və bizi cavanlaşdıran, bizi o qocalıq ideyalarında qorxanlara deyirəm o uzaq tutacaq bilirsiniz nə ola bilər? Sizin mərhəmət istiqamətində görə biləcəyiniz işlər, istər ailəniz üçün, istər cəmiyyət üçün, istər özünüz üçün, özünüzə də bir mərhəmətli yanaşmaq lazımdır. Qocalıqdan da qorxmayın. Qətiyyən, sevin qocalığı. Sizinlə həmsöhbət olmaq çox xoşdur. Mən istəməzdim ki, bu vaxt bitsin, mən verilişi yekunlaşdırmalı olum. Amma podkast vaxtının belə bir adəti var. Adətən qonaqlar sağollaşır tamaşaçılarla. Buyurun, sağollaşın tamaşaçılarla verilişimizi yekunlaşdıraq. Əzizlərim, mən heç ayrılmaq istəmirəm. Pərvin bəyin bu verilişi deyir, uğurlu olsun, xeyirli olsun, baxımlı olsun. Sizə deməyim isə odur ki, sevin, sevgi dolu olun. O zaman qocalıqda hamısı sizə o qədər xoş gələcək ki, sevin, sevilin.